Deməli, gənc 30 yaşlı bir xanımı müayinə edirəm. Sıx süd vəzi toxumasına malikdir. Əslində bu fiziolojidir. Hormonların təsiri nəticəsində belə süd vəzi görə bilirik. Strukturunda həmişə deyirik, sıx süd vəzi olanda düyünlərin əmələ gəlməsi daha çox tez-tez rastlaşırıq. Strukturunda belədir, düyün izlədim bir süd vəzisində. Digər süd vəzisində isə belə düyün izləyirəm. Deməli, bəzən pasiyentlər hesab edirlər ki, düyün olarsa, hamilə qalanda, xanım deyir, mənə deyirlər ki, hamilə qalanda keçir. Bəzi hallarda kistalar hamiləlik dönəmində keçə bilir, lakin belə düyünlər hamiləlik dönəmində hormonların təsiri nəticəsində daha böyüməyə meyilli olurlar və böyüyən hər bir törəmədə hüceyrə səviyyəsində dəyişiklik izlənə bilər. Ona görə hətta belə düyünləri olan xanımlara bu fibroadenoma kimi dəyərləndirsək belə əməliyyat elətdirib sonra hamiləlik planlamağı məsləhət görürük. Xanımları buna görə diqqətli olmağa çağırıram. Burada bu düyünə irəli müayinələr tələb edəcəyik. Yəni, bu ölçüyə çatan düyün əməliyyat elətdirmək, fibroadenom olsa belə əməliyyat elətdirmək məsləhətdir.